Bu Yahudidir. Ama adı familyası yoktur. Yazılıb Еврейский мудрец, ученый и так далее, прочее. На русском написано. İndi mən bunun fikirlərini deyim ki, buna sual verirlər. Deyirlər ki, İranla nə danışarsınız, İranla nə deyərsiniz? Axı bilirsiniz də, İranı bütün dünya necə birinci qədimi, ən qədim ölkəsidir dünyanın və sivilizasiya da İrandan gelir. İrandan, yəni İran türklərinə, İran Azərbaycana. Onu Danimarkada, Hollandiyada etiraf edibdir alimləri. Busa nə deyir? Danimarka alimləri, Hollandiya, yəni Niderlandlar və neçə dövlətlər etiraf ediblər, tarixçiləri sübut ediblər ki, İran Türk torpağıdır və sivilizasiya, bəşəriyyətə sivilizasiya türklərdən gəlibdir. İran Azərbaycandan gəlibdir. Bu nə deyir? Bu deyir ki, deməli İran, orada biri sual verir buna. Deyir ki, İrandan nə deyə bilər? Heç nə. İran bilirsiniz, deməli İran это колыбель sivilizasiya, человечества, bəşəriyyətin beşiyidir, sivilizasiyasının beşiyidir İran. Bu bəşəriyyətin beşiyi, sivilizasiya beşiyi nəysə, bu sözdən sonra biri sual verir, deyir ki, bəs kimlərdir orada? Aydın məsələdir, Farslardır. Bir neçə dəfə az qalır deyir. Elə bilirsiniz, eşidiblər ki, türklərdirlər. İndi bu da Yahudidir da. Necə olub fırladım. İndi biraz bu Yahudilərlə türklərin arasına girirlər, aranı vurmaq istəyirlər. Müharibə olmalıdır, bilirsiniz. Ölürlər. Yəni türklə Yahudi vurursun, ya Rusla türk vurursun. Yalnız türkü mənfiləmək üçün bir axtarırlar. Bunu bütün hamı çalışır. Yahudiləri də istəyirlər məhfiləsinlər, xəbəri yoxdur. Yəni, dünyanın marağında əslində siz biləsiniz, türklə Yahudini istəyirlər məhfiləsinlər silsə, bu gəlir. İndi düzdür, burada biraz Yahudiləri müdafiə çox edirlər, nəinki türkü, amma ikisini də istəyirlər. Amma indi Yahudinin əli ilə istəyirlər. Bu, deməli görün, bu adam bir söz demir ki, bəs Azərbaycan axı bizi xilas edibdir, Türk xilas edibdir. Türk imperatorlarla danışmır. Sizi kim xilas edibdir? Utanmırsınız? Fars dövləti olmayıb. Biri demir ki, axır mən bu sözü deyəndə, sabah bu sözü deyəcəklər, axır Fars dövləti, Fars millətisə olubsa, o Kiradır, Daridir, kimdirsə, ay səfeh. Makedonski məhv elədi. Makedonskinin qarşısında Fars kralları əgər olubsa, arvadlarını Makedoniyanın ayağının altına atdılar. Ay kişi, bunlar, o Farslar əgər olsaydılar, inanmıram da indi bu da. Bunlar qaraçılardır. Bəlkə də iblisdirlər də, o deyir, v obrazi человека da, o deyir. Xaylara deyirlər ki, xay, это демон в образе человека. Haylara deyirlər, ha. Ona Xornatsi də deyib da, Xornatsi də deyib ki, мы дьяволотворение. Xay, это дьяволотворение, не Божие. Yəni bunu, indi bu nədir? Erməni alimlər deyir ki, biz fahişəyik, biz deməli, iblisdən olanıq, bunlarsa yeri gəlmiş müdafiə edirlər. Farsı da eyni. İndi Farsları bu adam durub, görün, Türkün deməli, zərbə vurur Türkün xalqına, torpağına. Qəsdən, bilirsiniz, bu elə-bilə deyil. Bu adam bilə-bilə ki, Makedonski məhv edib eramızdan əvvəl.
farslar yoxdular, o millət yoxdur. Bu suni Avropalılar deyir ki, biz yaratmışıq Türk torpağındakı türkü məfiləsinə bu qaraçılar. Bu da deyir ki, Qalibey sivilizasiyona elə Persi Türkləri aşağılamaq sənin axır ay səfey alim qoymusan ad yaxın. Bilə-bilə niyə eləyir bunu? Bilir ha ki, bu farslar, bu qaraçıların adiyyəti yoxdur. O eramızdan əvvəl ki, Makedonski məhv eləyibdir. Yenə deyirlər də qardaş. Əl çəkmir. Bu adama, bunlara bu sifətə bu videonu, mənim videomu kiminsə imkanı varsa qoysun qabağına, çıxsın qabağına ay kişi. Bu qabağıma bir çıxsaydılar, çıxa bilmirlər də, nə bilim, nə bu səfeh bir çıxır, bu xoroz özünə İrəvanlı adındır. İrəvan söz darçı, ay Krasnı, Peti, nişəsni, hə? Alçaqlar, mən bunu bilirsiniz, niyə bunlara bu qədər nifrət başladım eləməyə? O qədər nifrət yoxdur. Nə qədər böyün, axır heç nədirlər, ha? Arxasını, üzünü yummayanlar, meymunlar, hansı ki, iyrənc, iyi gəlirdi, gəlib bizi aşağılayırlar, ay kişi. Bunlara, hamam, bunlara, bax bu, Yahudilər, yadından çıxıb Bakı olmasaydı, Marshal Jukov deməyib, olmasaydı nə Yahudi olardı, nə İsrail olardı. Niyə bunu yadınızdan çıxartmışsınız? Utanmırsan, 1000 ildir sən Süleyman Sultan, Teymur imperatorları, Nadir şahlar, Şah İsmail, bütün Türk imperatorları sizə axır xilas etdi, siz gəldiniz, xahiş elədiniz. Necə olur indi bugün aşağılayırsan ki, ora Farsdır, ora Türk deyil. Bəs bu axırıncı bu Azərbaycanın sayəsində Rusiya var, Avropa var. Türklərin əli ilə gəliblər Ruslar hakimiyyətə. Haylara dövlət, Farslar Türkün əli ilə gəlibdir. 1925-ci ildə Pahlavi gəldi, məhv elədi, Qacarı öldürdü, keçdi yerinə. Bunu niyə demirsən? Ay Yahudi, mudrец. Если это мудрец был бы такое не сказал бы, в голову не пришло бы. Bax bu qədər, yəni görürsən bu. Bu hələ bu cəhənnəm, bu şey danışır, Alin Simonyan danışır ki, bu qayıtsınlar öz yurtlarına, yurtalarına. O səfih bilmir ki, Alin Simonyan da parlament sədri ki, yurta nə deməkdir? Yurt mədəniyyət, ay səfih, Türkün mədəniyyətinə bax. Mobilni, Baxodni evlər onda icad ediblər, fikirləşiblər ki, yarım saata evi yığmaq və dağıtmaq. Yəni, разбирать, собрать за вот что означает юрта. Mobilni dom, vayna идет. Nə krepость, nə daş, daşdan ev tikəcəkdi. Dəli deyil ki, Türk. Türkün ağlı başında olub ki, bunu 5 dəqiqəlik evi tikib yaşayır ki, bilir ki, burada müharibə gedir, hücum edirlər. Ona görə hər yanda bunlar bu evi mobilni yığıbdır. Bu lavaşdır, bastırmadır, sucuqdur, qovurmadır. Bunlar konservasiya, bütün Türklərindir. Baxodni döyüş üçün əskər döyüş zamanı harda xörək bişirəcək? Quru lavaşıdır, qurudurmuşlar, əti qurudurmuşlar, bastırma, kalbasa, indi bütün dünya kalbas deyir, hansı ki Türkdən gəlir. Bax bunu Alin Simonyan, ay bədbəxt durub lağ edirsən, gör nələr icad edibdir. Türk, evin mobilnisi, yeməyin konservası, yəni konservirованı. Bütün bunlar özləri də bastır, kalbas, qolla basmaq, lavaş, yavaş ol, yavaş, tökülür, dağılır, asta götür o. Lavaş elə belə adı deyirlər, quru düzəldibmişlər ki, əl vuranda dağılırmış, deyirlər asta ol da bu.
Su vurulmuşlar ki yumuşaq olur. Bu durum deyir ki, Mabini bizə lağ edir. Yurta lağ edir. Yurta bilirsən nədir? Ay bədbəxt. Yurta Mabini yenə deyirəm. Разбирать, собрать этот дом. Поэтому война шла. Зачем крепость строить? Зачем? Понял, идет. Поэтому мобильные дома строить. Юрта это и есть, означает ocaq. Yurdudur. Amma evə ki, lağ elə yurta, ay səfil, yenə də deyirəm. Bu müharibə şəraitində beləki evlər olub da, palatka kimi qurdu, getdi, orada yaşadı, burada yaşayır. Davalar gedir də. O zaman onu tələb edir. Bu qədər bax.